5 fevral 2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evləri qəzalı vəziyyətə düşmüşdür. Aşıq Məmmədağa küçəsində zəlzələdən sonra yenidən qurulan fərdi yaşayış evi hazırda qəzalı vəziyyətdədir. Bizim ev zəlzələdən sonra cənab prezidentin göstərişi ilə tikilən evdir. Hal-hazırda qəzalı vəziyyətdədir. Yəni yaşayışı təhlükəlidir. Adicə evdə yatırsan, səsdən küydən yatmaq olmur da. Gecə bir görürsən ki, alçıpan aralanır, çaqqa-çaq götürür, ev oturur. Evin binəsi yoxdur. Elə sadəcə torpağın üstündən o vaxt binə verdilər. O vaxt da atamın sağ vaxtında dedi ki, yəni bu binə qazılmalıdır, bina tökülməlidir. Binə vermədilər. Elə üzdən tikdilər, çıxdılar, getdilər şirkət. Tikintidən sonra hansı dövlət qurumuna müraciət etmişsiniz hazırki vəziyyətlə? Hazırki vəziyyətdə icra hakimiyyətinə müraciət edirəm, baxılmır. Ondan sonra Retro şirkəti tikmişdi elə bu şirkətdə. Fondun göstərişi ilə tikilən ev idi, cənab prezidentin göstərişi. Retro şirkətin rəhbərliyə yığdım, hara müraciət elədim, baxılacaq, Fövqəladə Hallar Nazirliyini yığdım, qaynar xəttinə yığdım. Hal-hazırda heç bir qurum baxmır. Bugünkü gündə hara gedirəm, elə deyirlər, gəlib baxılacaq, ortada da bir nəticə yoxdur. Ev də ki, dağılır gedir. Zəlzələdən neçə müddət sonra ev sizə təhvil verir? 2019-da olan zəlzələdən sonra, elə zəlzələdən 2-3 gün sonra yəni evi boşaltdıq, ev söküldü. Hardasa bir 5 ay çəkmədi. 5 ayın içində yəni ev tikildi. Bizə təhvil verilməli deyəndə ki, yəni biz təhvil edildik, ev hazırdır, köçdü, gəldi bura. Gəldi, zəlzələdən də o ev tikiləndən 1 il sonra başladı çatlar əmələ gəldi. Başladım qurumlara müraciət elədim, Retro şirkəti içinə usta göndərdi. Gəldilər təzədən buranı şpaklyovka elədilər, bir xeyli düzəltdilər, gətirdilər, aparat qoydular ki, görək, yəni aralanma zad var. Yenə gördülər ki, var. Elə yalandan mazdadılar, çıxdılar, getdilər. Başqa heç nə. Yenə də indi hansı qeyd edirsiniz ki, tikinti keyfiyyətsiz aparılıb. Bəli. Tikinti keyfiyyətsiz aparıldığından da hal-hazırda bu ev çıxınlı vəziyyətindədir. Qəzalı vəziyyətdə. Biz cənab prezidentin göstərişi ilə tikilən evdən, biz Allah o prezidentimizdən razı olsun, tikdi, bizə təhvil verildi. Hal-hazırdakı vəziyyətimizdə biz acınacaqlıdır ki, yəni biz onun cənab prezidentdən xahiş edirik ki, qardaşım özü vətən müharibəsi iştirakçısıdır. Yəni hamımız döyüşlərdə iştirak eləmişik də, həmin oğlu şəhiddir. Yəni biz prezidentimizdən çox razıyıq. Sadəcə olaraq, yəni bu tikinti şirkətlərin yeyintisindən bizim evimiz bu vəziyyətə düşdü, yararsız vəziyyətə düşdü. İndi də biz cənab prezidentdən, Mehriban xanımdan xahiş edirik ki, yəni bizim evimizə heç olmasa yəni yaşamağımızı təmin eləsin ki, bu heç olmasa bu evdə yaşayış olsun. Ən azından körpə uşaqlarımız var, qəzalı vəziyyətdədir. Tikinti gedən zaman keyfiyyətsiz tikintini aparan şirkətə siz iradınızı bildirdiniz ki, Bəli. Dəfələrlə yığmışam, qaynar xəttlərinə yığmışam. Evin şəkillərini çəkib atmışam ki, yəni baxın da görün siz bu vəziyyətdə yaşaya bilərsiniz. Ən azından cənab prezidentin ayırdığı puldan heç olmasa tam formasında olmasaydı bir yarı hissəsini ayırırdınız bu evə. Heç o hissəsi də ayrılmayıb. Yəni bu evə təməl qoyulmadı. Elə sadəcə torpağın binövrəsiz. Bəli. Binövrəsiz tikildi. Sadəcə gəldilər elə tikdilər, getdilər. Yəni ayrılan vəsaitin yarısını bura ayırsaydılar, bu evdə heç bir şey ola bilməzdi. Mən dəfələrlə getdim ki, gətirdim. O vaxtı layihə rəhbəri var idi, layihə çəkən var idi. Gəldi bura, bir şirkət işləyən vaxtı. Dedilər ki, buna qabaqdan istinad üçün beton verilməlidir. Heç olmasa ki, yəni evin axıntısı olmasın. Şirkət başladı, ona da irad bildirdi ki, siz bizdən çox bilmirsiniz, mənə də, atama da, qardaşıma da ki, yəni bizdən çox bilirsiniz, biz belə tükürük. İstəyirsiniz, bu da istəmirsiniz, yəni ki, bu olacaq. Dəfələrlə müraciətimizə, deməyimizə, yəni heç kim şey eləmədi. Neçə ailə bir yerdə yaşayırsınız? Hal-hazırda 2 ailə bir yerdə yaşayırıq. Yəni mənim öz ailəmdir, evladımdır, bacımın evladıdır. Bacımın yoldaşı rəhmətə gedib, hal-hazırda mənimlə yaşayır. 4 ildir, 5 ildir.